Hər vaxtınız xeyir. Sağlam olmaq, immuniteti möhkəmləndirmək, vitaminli şorba yemək istəyirsiniz, yaxın əyləşin. Bu gün sizə brokoli şorbası hazırlayırıq. Gördüyünüz kimi brokolini yaşıl rəngdə almaq lazımdır. Çiçəklənmişin, saralmışın almayın, onun faydası yoxdur. Brokolini hissələrə ayırırıq və bir yarım saatlıq sodalı suya qoyuruq. Və ya duzlu suya qoyuruq. Heç fərqi yoxdur. Su soyuq olsun, içərisində duzu həll eləyin, brokolini qoyun. Cücüsü, nəyi varsa hamısı çıxacaq. Sonra yuyursunuz və qoyursunuz ocağa. 15-20 dəqiqə qaynadırıq. Süzürük. Süzəndən sonra artıq davam eləyə bilərik. Bunu yerləşdiririk blenderə, üzərinə qazanda olan suyumuzdan əlavə edirik. Krem halına gələnə qədər çalırıq. Qazana bitki yağı əlavə edirik. Mən bugün zeytinyağı ilə hazırlamışam. Üzərinə un əlavə edirik. 3 xörək qaşığı yağa, 3 xörək qaşığı un əlavə edirəm. Mən 3 boş qablıq, yəni 3 nəfərlik bu şorbanı hazırlayıram. Siz adam sayına görə bunu çoxaldıb və ya azalda bilərsiniz. Bunu yaxşıca qızardırıq. Görürsünüz, unun rəngi bir balaca dəyişdi. İndi üzərinə su əlavə edib bunu açırıq ki, içində düyünləri qalmasın. Daha sonra isə üyütdüyümüz brokolini əlavə edirik. Qalan su ilə istədiyiniz qalınlıqda bunu açırsınız. Qarışdırırıq. Bütün bu vaxt ərzində ocağın üstündən ayırmırıq. İstədiyiniz qalınlığı alandan sonra üzərinə duz, qara qırmızı istiot, quru nanə əlavə eləyə bilərsiniz. Lakin indi mən xama əlavə eləyəcəm. Bir xörək qaşığı qəşəng yağlı xamanı şorbanın suyu ilə durulaşdırıram və bura əlavə eləyirəm ki, çürüməsin. Daha sonra da dediyim kimi nanə, duz, istiot əlavə eləyib. Hətta görürsünüz, mən burada sarı kök də əlavə eləmişəm. Qəşəngcə bunu qarışdırırıq. Şorbamız hazırdır. İndidən hazırlayanlara, yeyənlərə nuş olsun. Bəyəndinizsə like etməyi, kanala abunə olmağı unutmayın. Bugünlük Şərqiyə xanımdan bu qədər. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə. Xudahafiz mənim əzizlərim.